Müəllif rahimehullah Müsəlmanın Qalası kitabında Peyğəmbər sallallahu aleyhi və səlləmə yəni salavat zikrini gətirir. Və bunun da bir neçə forması var. Onun birisini götürdük və həmçinin Allahumma salli ala Muhammed və ala əzvacihi və zürriyyəti. Allahım sən Muhammedə, onun zövcələrinə və zürriyyətinə salavat et. Kəmə salleytə alə əli İbrahim. Necə ki, İbrahimin ailəsinə salavat etmisən. Və bərik alə Muhammed və alə əzvacihi və zürriyyəti və Muhammedə və onun zövcələrinə və zürriyyətinə bərəkət ver. Kəmə bərakdə alə əli İbrahim. Necə ki, İbrahimin ailəsinə bərəkət vermisən. İnnəkə hamidun məcid, həqiqətən sən tərifə layiqsən, özü özlüyündə təriflənənsən, məcidun və şanlı, şərəflisən. Və bunun bir izahını, bir qisminin izahını götürdük və həmçinin ikinci hissəsi qalıb və onu da davam etdirək. Və orada keçir ki, innəkə hamidun məcid, yəni həqiqətən sən həmdə layiq və məcidsən. Hamid, məhmud mənasındadır. Yəni, elm əhlinin çoxusu yəni belə gətirir ki, bu həmd sözündən məhmud, yəni təriflənən. Və İbn Qayyim rahimehullah buyurur ki, yəni bu formada gələnlər Allah Teala'nın adlarından fəil vaznında və həmçinin fəil mənasını da verə bilir. Hamid, yəni tərif edən. Basir, məsələn, mubsir, görən mənasında. Alim, bilən, yəni alim mənasında və qadir, qadir mənasında və həmçinin əl-ali, əl-həkim, əl-halim, yəni bu formada daha çoxdur. Və həmçinin fəul vaznında gələnlər var. Əl-ğafur, əş-şəkur, əs-sabur, həmçinin əl-ğafir və şəkir və sabir. Və sonra deyir ki, əmməl həmid, həmidə gəldikdə isə yeczimu bi'ənəhu ləm yəti illə bima'nəl məhmud. Həmid adı isə yalnız məhmud mənasında gəlir. Məhmud, yəni təriflənən. Məhmud sözünün mənası təriflənən. Və həmid sözü isə ondan daha bəlağətlidir. Həmid, tərifə layiq, təriflənəndir. Yəni, daha çox həmdə dəlalət edir. Və xüsusən də fəil formasında olarsa. Fəil formasında olarsa, yəni həmd olunan, yəni təriflənən. Və həmçinin əl-məcid və bunlar da həmçinin mübəliğəyə dəlalət edir. Və bu iki ad özündə həmd və məcd sifətləri, ucalıq sifətlərini əhatə edir və həmd sənanı, sevgini tələb edir, gərəkdirir. O təriflənənin sevgisini və sənasını gərəkdirir. Əgər sən bir kəsi sevdinsə, onu tərifləmədinsə, onu həmd etmiş sayılmırsan. Və bunların hər ikisi olmaz. Sevgi və tərif olmalıdır. Yəni, həmd olması, ümumiyyətlə həmd olması üçün insan həm sevərək tərifləməlidir. Əgər sevgi yoxdursa, ona, bundan da öncə götürdük ki, ona mədh deyilir. Və sonra buyur, və kulləmə kən hədi sıfa əcmə və əkməl, və bu vəsflər nə qədər əhatəli və kamil olarsa, həmd, sevgi daha tam və daha əzəmətli olur. Və mütləq kamillik də bu Allaha aiddir. Heç bir naqislik yoxdur və bütün ihsan ondandır və Allah Teala hər bir həmdə tərifə layiqdir, hər bir sevgiyə layiqdir. Fəhuvə əhlun ən yuhabbə lidətihi, yəni zatına görə, sifətlərinə görə, feillərinə və adlarına görə, ihsanına görə sevilməyə layiq olan odur. Amma məcd isə məcd, yəni məcid adı məcd sifətinə dəlalət edir və bu da əzəməti, genişliyi, ucalığı gərəkdirir. Yəni həmd sifəti
ikram sifətlərinə dəlalət edir. Yəni Allah Teala Zul Cəlali vəl İkram, cəlal və ikram sahibidir. Və buna görə bu iki ad yanaşı gəlir çox vaxt Quranda. İnnehu Hamidun Məcid. O Hamid, yəni təriflənən və Məcid, şərəflidir, ucadır. Thumma yadhkur ennehu lemma kana sallallahu alan-nabi hiya thana'ullahi ta'ala alayhi. Və bundan sonra qeyd edir ki, Allah Teala'nın yəni Peyğəmbərinə sallallahu aleyhi və səlləminə olan salavatı bu tərifdir. Yəni salavat bundan öncə də götürdük ki, Allahın salavatı tərifləməsidir. Mələklərin salavatı istiğfardır, istiğfar etməsidir və insanların salavatı isə duadır. Deməli, Allah Teala'nın Peyğəmbərinə olan salavatı onu tərifləməsi, onu hörmətləndirməsi, onun xatirəsinin zikrini qaldırmasıdır və onun olan sevgini artması və onu yaxınlaşdırmasıdır. Kânət müştəmilə aləl-həmd vəl-məcd. Və bu həmdi və məcdi özündə əhatə edir. Fəkənnəl musalli tələbə minəllahi Teala ən yəzidə fi həmdihi və məcdihi. Və elə bil ki, salavat edən insan Allah Teala'dan tərifin və şanın, şöhrətin artmasını istəmişdir. فَاِنَّ الصَّلَاةَ عَلَيْهِ نَوْعُ حَمْدٍ. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmə olan salavat bir növ həmd və təmciddir, onun ucaldılmasıdır və onun mahiyyəti elə budur. فَذَكَرَ فِي هَذَا الْمَطْلُبِ الْاِسْمَيْنِ الْمُنَاسِبَيْنِ. Və buna görə də bu mətləbin içərisində münasib iki ad zikr olunur. Allah Teala'nın Əl-Həmid və Məcid adları. Və bununla da bu zikir tamamlanır. وَلَمَّا كَانَ الْمَطْلُوبُ لِلنَّبِيِّ sallallahu aleyhi ve sellem el-hamd ve'l-mecd bi salatillah aleyhi. Allah Teala'dan Peyğəmbər sallallahu aleyhi ve sellem üçün ona salavat istəməklə həmd olunması, ucaldılmasıdır və buna görə də duanın axırı da bu iki adla tamamlanır. Həmid və Məcid adları ilə. Min əcli ənə dua yəkunu bi əsməilləh. Və bu da ona görədir ki, dua Allahın adları ilə olur. Hər bir məqamda ona layiq şəkildə. Bil-idafəti ilə ənəhu ləmmə kənəl matulil nəbiyyə sallallahu aleyhi və səlləm el-həmd vəl-məcd və kənə dəl hasilən ləhu. Və burada Peyğəmbər sallallahu aleyhi və səlləm üçün tərifin və şan şöhrətin istənilməsi olduğuna görə və bu da həmçinin onun üçün hasil olub. Xatəmə dəlik bil-ixbar an thubutu deynikəl vasfeyn. Və bu iki vəsfin sabit olmasıyla yəni xətm olunur, tamamlanır. Və şək yoxdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm də təriflənəndir. Və onun həmçinin bildiyimiz məcd, yəni şərəfli sifətləri vardır. Və Allah Teala isə bu sifətlərə daha layiqdir. Və buna görə də Allah Teala'nın bu salavatın axırında vəsfi gəlir ki, o Həmid və Məciddir. Yəni Allah Teala təriflənməyə, ucaldılmağa daha layiqdir. Çünki o tərifi də, şan şöhrəti də verən, bəxş edən Allah Teala'dır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm üçün deməli tərif və şan şöhrət istənilir və bu da onun təriflənməsinin gərəkdirir və buna görə də bu təriflə dua xətm olunur. İnnəkə, həqiqətən sən, ya Allahu, ey Allah, Həmidun Məcid, Həmid, sən Həmidsən, təriflənənsən, hər bir halda tərifə layiqsən, sən Məcidsən, şanlısan, şərəflisən. Və deməli, bu dua özündə həmdi və məcdi Peyğəmbər sallallahu aleyhi və səlləm üçün istənilməsini əhatə edir. Və eyni zamanda da bunun Allah Teala üçün sabitliyini, sabit olmasını xəbər verir. Deməli, burada keçir ki, sonra Allahümmə bərik alə Muhammed. Allahım, sən Muhammedə bərəkət ver. Və biz bərəkəti götürdük ki, bərəkət xeyrin çox olması, onun böyüməsi, onun davamlı olması deməkdir. Allahümmə bərik alə Muhammed.
Allahım sən Muhammedə bərəkət ver. Yəni bu onun üçün xeyrin çoxluğunu və onun şərəfləndirilməsini istəməkdir. Yəni Allah Teala'nın ona əta etdiyi kəramətləri Peyğəmbər sallallahu aleyhi və səlləm üçün dünyada və axirətdə istənilməsidir. Və bunun davamlı olmasını istəməkdir. Çünki bu sözün əsli, baraka sözü, barakəl bə'iru sözündən götürülüb. Barakəl bə'ir, yəni dəvə çöktü. Yəni dəvə bir yerə çöküb, orada qalmasına bu söz istənir. Bərəkət sözü baraka. Oradan götürülüb və eyni zamanda da əlavə olaraq artmasını da bildirir. Deməli, bərəkət sözünün mənası xeyrin çox və davamlı olması deməkdir. Allahum bərik alə Muhammed və alə əli Muhammed. Allah Muhammedə və onun ailəsinə bərəkət ver. Və əl sözünü götürdük. Əl, yəni ailə deyildiyi zaman, yəni onun ailəsi də daxildir və bəzi görüşlərdə ona tabi olanlar da, onun yolunu gedənlər də deyənlər var, o görüş də var. Kəmə barakta alə İbrahim və alə əli İbrahim, necə ki İbrahimə və onun ailəsinə bərəkət vermişsən. Və Səhih Müslimdə bir rəvayətdə keçir ki, fil aləminə, fil aləmin, aləmlərdə. Yəni, azhiris salətə vəl barakətə alə Muhammed və alə əlihi fil aləmin. Kəmə azhartamı alə İbrahim və alə əli fil aləmin. Necə ki İbrahimə, onun ailəsinə, aləmlərin içərisində bərəkət vermişsən, izhar etmişsən və eyni ilə də həm salavatı və bərəkəti Muhammedə və onun ailəsinə ver, onu izhar et. Və lihədə fəinnəmə zəkərnəhu fil leylət madı bin kəlam alə vəcih təşbih fi salah matlub lin-nəbi sallallahu aleyhi və səlləm kəmə sallallahu alə İbrahim və alə əli İbrahim qulnə hədə yəridu aleyhi sual zəkərnə və zəkərnə cevab. Yəni, burada da yəni, sual gəlmişdi və yaranan suala da cavab verildi ki, yəni İbrahim aleyhissalama verdiyin kimi, salavat etdiyin kimi, yəni onları təriflədiyin kimi Muhammed sallallahu aleyhi və səlləmi təriflə. Yəni burada ortaya çıxan sual gətirildi və onun da cavab verildi. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm İbrahim aleyhissalamdan üstündür. Və burada oxşadılan var və kimə ki oxşadılıb və belə olanda o birisi daha üstün olmalıdır əslində. Amma necə olur ki, Peyğəmbər s.ə.v daha üstündür İbrahim əleyhissalama və onun salavatına, onun yəni burada cavabda da gəldi ki, orada miqdar nəzərdə tutulmur və yaxud da əslində, əsli baxımından deyilir, amma miqdar baxımından yox. Çünki Peyğəmbər s.ə.v digər peyğəmbərlərdən də, hətta İbrahim əleyhissalamdan da daha əfsəldir. Və bəzi elm əhli yenə deyir ki, əl-matlub ləmmə kənə mə'uti İbrahim müştəhirən mə'lumən zəiyyən ma'rufən indəl aləmin, indəl uməm və hədil uməm tuqiru mənzilə və qadri və mə ə'tahu Allah və həbə dulibə mislə zəlikə fil iştihar lil-nəbi sallallahu aleyhi və sələm və əlihi. Demək, İbrahim aleyhissalama bu verilən ortada olduğuna görə, məşhur olduğuna görə, bütün aləmlərdə insanlar arasında yayıldığına görə, ümmətlər arasında və hətta ümmətlər bunu, onun dərəcəsini, İbrahim əleyhissalam dərəcəsini etiraf edir, qəbul edir və onun misli də Peyğəmbər sallallahu aleyhi və səlləm və onun ailəsi üçün istənilir və o qədər də onun yayılması. Hədə cavab da qərəbədu əhli, bu cavabı elm əhlindən bəziləri gətirmişdir. Və əxadu min hədi ziyadə, və bu aləmin ziyadəsindən götürmüşlər. Bütün aləmlərdə, yəni insanlar arasında artıq bilinmişdir. Və bundan sonra gəlir Əbu Hümeyd Səidinin rəvayəti gəlir. Və dəlik ənəhum qalı ya Rasulullah, və onlar deyirlər ki, ey Allahın Rasulun, sənə necə salavat edək? Deyir ki, qulu Allahumma salli alə Muhammed kəmə saleytə alə əli İbrahim və bərik alə Muhammed. Allahım sən Muhammedə salavat et, necə ki İbrahimə salavat etmişsən, onun ailəsinə və bərəkət ver, necə ki və alə əzvaci və zürriyyətihi, Muhammedə və onun zövcələrinə, zürriyyətinə bərəkət ver, necə ki İbrahimə və onun ailəsinə bərəkət vermişsən. Həqiqətən sən həmid və məcidsən. Və bu hədis Buxari Müslimdə də keçir. Hədis sığı həl yuqal biyən nədər yumkün ən yücmə mə qabləhu.
Yəni bu əvvəlki ilə cəm oluna bilərmi? Və yaxud digər səhih sabit olan formalarla? Cavab belədir ki, xeyr. Lənnə hədə leysə min qabil ixtilaf rivayət. Çünki bu rivayətlərin ixtilafı qəbilindən deyildir. Və sadəcə müəyyən formalardır. Bunu Peyğəmbər sallallahu aleyhi və səlləm müxtəlif vaxtlarda deyib və yaxud da Peyğəmbər sallallahu aleyhi və səlləm öyrədib. Qul belə deyin, bəzən belə deyib. Və təratan qaləhumul əxvə, bəzən də başqasını onlara öyrədib. Və buna görə də məşru olan odur ki, bunu müxtəlif formada, gah bunu demək, gah digərini demək daha uyğundur. Əmmə xaricəs salə, namazın çölündə isə, Allah Teala qullarına əmr edir ki, ya eyyuhellezine amenu sallu aleyhi və sellimu təslimə, ey iman gətirənlər, siz də ona salavat və salam deyin. Əgər bir insan desək ki, Allahumma salli və sellim alə nəbiyyinə Muhammed və alə əlihi, misal olaraq, Allahumma salli alə Muhammed, yəni bu kifayətdir. Yəni belə demək olur, belə demək olur. Yəni qarışdırıb demək olur namazın çölündə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əl-bəxilu mən zükirtu indəhu fələm yusalli aleyyə. Xəsis insan o insandır ki, mənim adım zikr olunduğu zaman salavat deməyəndir. Ona görə bizə əmr olunub ki, onun adı çəkildiyi zaman, zikr olunduğu zaman salavat demək. Sallallahu aleyhi və alə əlihi və səlləm. Və belə demək olar. Və bu da keçərlidir. Və yaxud da sallallahu aleyhi və səlləm, bu da keçərlidir. Əgər əli də deyərsə, bu daha kamildir. Yəni, sallallahu aleyhi və əlihi və səlləm. Yəni, əli deyəndə əhl-i beyt də nəzərdə tutulur. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm belə öyrətmişdir. Əgər məsələn insan belə təkrarlayarsa, Allahumma salli alə Muhammed, Allahumma salli alə Muhammed və yaxud Allahumma salli alə Muhammed və alə əlihi əv alə əli Muhammed, bu da keçərlidir, lakin bu daha kamildir. Bu daha kamil formasıdır. Necə ki, məsələn, istiğfar deyirik. İstiğfarda var əstəğfirullah, əstəğfirullah və yaxud da əstəğfirullah və ətubu ileyh və həmçinin onun digər formalarda əstəğfirullah əlləzi la ilahə illə huvəl hayyul qayyum və ətubu ileyh. Deməli, istiğfar var, formaları və daha kamil formaları vardır. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmə deyirlər ki, keyfə nusalli aleyk, biz sənə necə salavat edək? Və qeyd olundu ki, bu yaxşı isnadla gəlib İbn Həcər rahiməhullahdan gəlir ki, bunun da deyilmə səbəbi ayənin nazil olması idi. İnnəllahu və mələikətə yusalluna alən nəbi ya eyyuhəl-ləzīnə əmənu sallu aleyhi və səllimu təslimə. Həqiqətən Allah Teala və mələkləri Peyğəmbərə salavat edir. Ey iman gətirənlər, siz də ona salavat və salam gətirin. Soruşurlar ki, ya Rasulullah, yəni salamı biz bildik. Və bəs necə salavat edək? Və onda deyir ki, deyin ki, Allahumma salli alə Muhammed və alə əli Muhammed. Və burada keçən Allahummə götürdük ki, ya Allah deməkdir. Allahummə. Ya, o mim yənin əvəzidir. Ona ikisi bir yerdə gəlmir. Ya Allahummə deyilmir. Əgər ya deyirsənsə, ya Allah deyirsən. Əgər Allahummə deyirsənsə, ya istifadə olunmur. Yəni ikisi bir yerdə cəm olunmur. Ona görə Allahummə sözünün mənası ya Allah. Allahummə salli alə Muhammed. Muhammedə salavat et. Və salavat sözünün mənası biz bundan öncə götürdük. Yəni tərif deməkdir. Yəni Allah Teala'nın tərifləməsi. Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm ən məşhur adıdır. Və Quranda bu adda bir surə vardır. Muhammed surəsi var. Və bu ad və həmçinin digər adlar Peyğəmbər sallallahu aleyhi və səlləmin bizim adlarımız kimi mücərrəd adlardan ibarət deyil. Mücərrəd adlardan ibarət deyil. Yəni vəsfə dəlalət eləməyən. Bəzən olur ki, insan salih adlanır, amma özü salih deyil.
Əgər bir insan adı Salihdirsə, özü Salih deyilsə, o nə deməkdir? Mücərrəd addır. Mücərrəd ad sayılır. Yəni, onun həqiqəti o insanda yoxdur. Yəni, adın gərəkdirdiyi məna o insanda yoxdur. Və bəzən insanın adı şücaətli adı var, şücaət. Amma özü qorxaqdır. Bu da həmçinin nədir? Mücərrəd addır. Amma bilmək, Peyğəmbər sallallahu aleyhi və səlləmin adları var, müxtəlif adları var. Ən məşhur adı Muhammeddir və həmçinin o adları mücərrəd adlar deyil. Yəni, adların hər birinin gərəkdirdiyi sifət vardır. Və yaxud da, məsələn, insan Səid adlanır, adı Səiddir. Səid xoşbəxt demək, amma özü isə bədbəxtdir. Deməli, bizim adlarımızın çoxu mücərrəd adlardır. Amma Allah Teala'nın adları və Peyğəmbər sallallahu aleyhi və səlləm adları, Qur'anın adları, bunlar hamısı özündə vəsfləri əhatə edir. Məsələn, Allah Teala'nın adları aydındır ki, mücərrəd adlar deyil. Hər bir adın öz sifəti var, vəsfə dəlalət edir, sifətə dəlalət edir. Və həmçinin Qur'an da, məsələn, Qur'an adlarından Furqandır. Furqan ayırt edən, ayıran deməkdir. Demək, Qur'an nə ilə ayırır? Haqla batili ayırt edir. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin adları var, Həşir var, Aqib var və bundan başqa adları var. Bu adların hər biri də öz mənasına dəlalət edir. Və burada isə məşhur adı Muhammeddir, Muhammed. Və bu da həmd sözündən, Muhammed həmd sözündən. Və onu da belə adlandıran babası Abdülmuttalib olub. Muhammed, yəni çox təriflənən, Hummidə və Peyğəmbər sallallahu aleyhi və səlləm məxluqat arasında təriflənəndir. Və bəziləri isə dəqiq gətirir ki, bunu Abu Talibə mənsub edirlər, bu adın qoyulmasını. Yəni, Allah Teala Peyğəmbər sallallahu aleyhi və səlləm üçün tərifləri və həmd sifətlərini cəm etmişdir. Başqasına cəm etmədiyi sifətləri. Həmd bayrağı onun əlində olacaqdır. O, Məhmud məqamının sahibidir. Hansı ki, o məqama birincilər və axırıncılar o məqamı həmd tərifləyəcəklər. Və həmçinin o ərşin altında səcdə edərkən şəfaət üçün səcdə etdiyi zaman Allah Teala ona Allahı tərifləmək üçün ilham edəcəkdir. Yəni, bilmədiyi tərifləri Allah Teala ona öyrədəcək. O təriflərlə Peyğəmbər sallallahu aleyhi və səlləm Allah Teala'nı tərif edəcəkdir. Və sonra Allah Teala deyəcəkdir ki, irfa rəsək, başını qaldır, səl tu'ta, istə veriləcəkdir, və şəfə tuşəffə, və şəfaət et, şəfaətin qabul olunacaqdır. Yəni, bu ən böyük şəfaət sayılır. Şəfaətul uzmə, ən böyük şəfaət Peyğəmbər sallallahu aleyhi və səlləm aiddir. O digər şəfaətlər isə o digər peyğəmbərlər də edəcək. Amma bu şəfaət isə şəfaətul uzmə, ən böyük şəfaət Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə aiddir. Qiyamət günü haqq hesabın edilməsi üçün olunan bir şəfaətdir. Və həmçinin bu ümmət də Həmmədun adlanıb. Bu ümmətin adı da həmd edənlər ümmətidir. Nəyə görə? Bu ümmət həm firavanlıqda, həm də müsibətdə Allah həmd etdiklərinə görə. Allahumma salli ala Muhammed kəmə salleytə ala İbrahim. Və bərik ala Muhammed, bunu götürdük. Sonra Muhammedə bərəkət ver. Necə ki və zövcələr və zürriyyəti necə ki İbrahimə bərəkət vermişsən. Huna əl-əzvac və zürriyə. Burada zövcələr və həmçinin zürriyyət keçir. Zövcələr zövc sözünün cəmidir. Burada artıq ərəb dili baxımından gətirilir. Zövcə də deyil, amma zövc də deyil. Ərəb, yəni qadının özünə də zövc də deyilə bilir. Yəni xata deyil, hətta qrammatik baxımından xata sayılmır. Yaxşı, bundan sonra İndə Əbi Hənifə cəmə ənəu lə yədxu fi əvlad bənə illə əvlad bənət.
qız evladları da, yəni kişinin, qızının evladları da zürriyyətdən sayılır. Bunun özündə də ixtilaf var. Amma daha yaxın olan onlar da insanın zürriyyətindən sayılır. Yəni oğlan evladları da və qız evladları da zürriyyətdəndir. Və Peyğəmbər s.ə.v, yəni Həsən Hüseyin qız evladlarıdır, onun zürriyyətindəndir. Kəmə salleytə alə İbrahim və qal inədək, yəni və əzvacə və zürriyyətə və huvə bimənzilə. Zövcələr və həmçin zürriyyətinə salavat et və eyni zamanda onlara bərəkət ver də, duada keçir.